İnsan necə tərbiyə olunur, sual verirəm. Əvvəl başa düşməlidir, sonra əməl. Axı başa düşmür. Başa salmaq olmur. Çətin başa düşür. Gərək bunda bir zəmin olsun. Başa düşmək üçün, düz nəticəyə gəlmək üçün. Mən o gün bir yerdə də yazmışdım, bugün də deyirəm. Deyirlər hərdən ki, məsələn, filan şeyi çıxın, cəmaata aydınlaşdırın mövqeyinizi, cəmaat başa düşsün. Deyirəm ki, bəli, lazımdır, adam mövqeyini gərək əsaslandırsın. Amma bir şey də var ki, vallah, bəzi adamlar var ki, nə qədər başa salırsan, başa düşmək istəmir. Düşmür. Sən deyirsən, əks nəticəyə gəlir. Baxırsan, görürsən ki, hər şey burada deyil, buradan asılıdır. Məni görməyən adamlara deyirəm, hamısı hər şey ağıldan yox, qəlbdən asılıdır. Bəzən qəlb düşüncəyə təsir eləyir, qoymur düz nəticəyə gəlsin. Bu qəlblə neynəyəsən? Bu qəlblə neynəyəsən ki, iki adama eyni şeyi dəlil gətirsən, biri düz nəticəyə gəlir, biri tam əks nəticəyə gəlir.